Başlayalım. Yemək pişirirsən konservləşdirməli qallarda xörək sosundan istifadə olunur. Onun formulu natrium klordur. Xörək duzunu o nədir? Ağ rəngdədir. Dadı şirindir yoxsa şordur? Şoranlıdır, tuzdur. Hə, adi xörək tuzu. Adi xörək tuzdur. Sonra konservləşdirmə zamanı nədir? Baxa danışan, olsa elə prov edirsən. Sirkə turşusundan istifadə olunur. Sirkə turşusu alma sirkəsi, üzüm sirkəsi və s. Onun formulu COH-dır. Mətbəxdə istifadə etdiyimizdə çay sodasından istifadə olunur. Çay sodası şirniyyət və ya xəmirin pişməsində, xəmirin şişməsinə səbəb olur. Onun formulu natrium HCO3'dür. Çay sodası nə rəngdə olar? Ağ rəngdədir. Adi bildiyimiz soda. Bəs çay sodasında nə baş verir ki, xəmir şişir? Karbon qazı ayrılır. Bəli, karbon qazı ayrılır. Sonra şəkər. Məişətdə çay sodasından istifadə olunur və xörək tuzundan. Bunu danışdım mən. Bunu danışdım. Şəkər. Qida kimi istifadə olunan şəkər Şəkərin iyisi var? Yox. Rəngi ağ rəngdədir. Şirin malikdir. Suda necə həll olur? Yaxşı. Yaxşı. Formulu nədir? Formulu C12, H22, bir də O11. Sonra tipdir. Aseton. Aseton. Nə üçün istifadə olunur? Asetonun adı? Boyalar təmizləmək üçün bir nədir? Boyalar nədir? Ləkələrin nədir? Təmizləmək üçün istifadə olunur. Bir də baxa bilərsən, kitaba bax. Yəni dəftərə bax. Asetonun formulu iyilidir, rəngsizdir, uçucu mayedir. Suda nədir? Həll ola bilir. Həll ola bilir. Maye halındadır. Maye halındadır. Formulu C3H6 odur. Sonra etil spirti. Etil spirtdə yaraların dezenfeksiya edici nədir? Kimi istifadə olunur. Bir də yaraların qanamasını. Yox, yaralar, açıq yaralara hidrogen peroksiddir. Etil spirti dezenfeksiya edici kimi istifadə olunur. Formulu nədir? C2, bir də H5OH-dır. Etil spirti də nə rəngdədir? Adi spirtdir də, əlimizə vurduğumuz spirt. Korona vaxtı vurmursunuz əlinizə. Rəngsizdir, uçucudur, elə uçucu mayedir. Sonra naşatır. Nə? Naşatır spirti də rəngsizdir, adi. Naşatır spirti ən geniş istifadə olunur. Onun formulu NH4, OH-dır. NH4. OH-dır. Nə üçün istifadə olunur? Yaralar. Bayılan insanlar. Bayılan insanları ayırtmaq üçün. Bir də gələcək səslənir. Bir də ağız boşluğunda nədir? Boğaz ağrısı və onda nədir? Hidrogen peroksiddən istifadə olunur. Yaraların qanamasını qarşısına alır. Yaraya tökürsən nə edir? Yaranı da qaynadır da. Bakteriyaları öldürür. Formulu nədir? C3 yox. H2 H2O2-dir. Mələkə gedər.